Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bir neçə gün bundan öncə Sevinç xanımın mən sosial şəbəkələrdə məhkəmə ilə bağlı, məhkəmə qərarı ilə bağlı çıxışını izlədim və belə başa düşdüm ki, Sevinç xanım həmin o məhkəmə prosesi ilə bağlı amnistiya düşüb. Prezidentin əfv sərəncamı imzalayıb prezident. Həmin əfv sərəncamında da Sevinç xanımın da haqqında qərar var. İndi Bərdə məhkəməsinin Bərdə əməliyyatçısına məlumat verir Gəncə Apellyasiya Məhkəməsi ki, biraz yuxarı səslə mümkün. Müşfiq Məmmədovda olub işimiz. Həmin Müşfiq Məmmədovun köməkçisinə də əlimdə səs yazısı var. Heç bir bildirişim olmadan, yaşayış yerim bəlli ola, telefon nömrəm ola, heç bir məlumatım olmadan əsassız yerə bildiriş göndərdi və daha sonra Cənab Prezidentimiz amnistiya düşdü. Amnistiyada da budur, mənim amnistiya kağızı, zəhmət olmasa bunu da göstərin, görsünlər. Yəni eyni bu işlə bağlı. Bəli. Və mənə bu günlərin hardasa 3 gün bundan qabaq Bərdə rayonundan Ədil adlı bir şəxs zəng vurdu ki, xanım sizin barənizdə axtarış veriblər Gəncə Apellyasiya Məhkəməsi Müşfiq Məmmədov. Və sizin onda işiniz var. Mənim də Müşfiq Məmmədovda olan işim hal-hazırda amnistiya düşübdür. Səs yazı var sizdə amnistiya düşməklə bağlı. Noyabr 12-ci ayda olan həmin bu işlə bağlı məhkəmədə mənim əlimdə hakim köməkçisidir, bilmirəm hər kimdir, nömrəsi də var. Onun səsi də var məndə. Çox xahiş edirəm. Bunu da verin efirə. Qoy aidiyyatı qurumlar bilsin ki, bu vətəndaşın başına bu cürlə oyun açmaq olmaz. Budur səsi. Hakim köməkçisidir. Vallahi yanımsızsa sevindirmirəm, olanı deyirəm. Xeyrinə qətnamə çıxartdıq. Əliyevə sevirsən də sən səhv eləmirəmsə, düzdür? Bana deyən xanım ki, məhkəmədə ədalət yoxdur, gəlmirəm, eləmirəm. O xanımsan da səhv eləmirəmsən. Yəni biz sənin xeyrinə qətnamə çıxartdıq. Qətnamə da hazır olsun, inşallah xəbər edəcəm. Ya ünvanı deyirsən, ya ünvana göndərərik, ya özün gəlib özün götürərsən. Və dekabr ayında olub bu. Dekabr ayından sonra həmən amnistiyanın... Qətnamə gəlib sizə? Bəli, budur. Yox, məhkəməyə qətnaməsi. Bəli. Xeyr, gəlməyib. Görürsünüz, orada da səsdə deyir ki, qətnamə hazır olandan sonra, hətta mən ünvanımda yazmışam, WhatsApp-da yazışmamız da var, nömrəsi də var. Ki, həmən qətnamə hazır olduqdan sonra qeydiyyatda olduğum ünvana göndərin, zəhmət olmasa. Və ondan sonra məni Bakı Şəhər Probasiya İdarəsi çağırdı. Və mənə bildirdi ki, amnistiya düşüb işimiz. Allah cənab prezidentimizi bizim başımızdan əksik eləməsin. Görün nə qədər ailələri sevindirib. Sadəcə olaraq mən burada müraciət edirəm aidiyyatı qurumlara. Bax, yuxarıda oturan məmurlardır. Ümumiyyətcə bu məhkəmə nə deyə, hakim bilmirəm, sifarişlə işləyir, həmən hakim kimin sifarişini qəbul edir. Ümumiyyətcə nə deyə bizim cənab prezidentimizin qanunlarına qarşı çıxırlar. Yəni biz bir vətəndaş olaraq cənab prezidentimizin qanunlarına hörmət ediriksə, nə deyə məmurlar cənab prezidentimizin qanunlarına hörmət etmirlər. Baxın, bax, bu da sübut, fakt əlimdə. Amnistiya qərarı ola-ola Müşfiq Məmmədov mənə axtarış veribdir. Nə səbəbə görə mənə axtarış veribdir amnistiya düşən işlə bağlı. Və əməliyyatçı da məni bir gün yox, dəfələrcə yığılıb və hətta əməliyyatçıya mən WhatsApp vasitəsilə həmən amnistiyanın qərarını da atmışam. Baxın, bax, videonu da səs yazını da atmışam, qərarı da atmışam ki, baxsın. Və o da baxıb, təsdiqləyib, bəli, deyir, burada amnistiyanın qərarı var. Yəni, belə çıxır ki, bəzi məmurlar, bəzi hakimlər belə başa düşürəm ki, cənab prezidentimizin qanunlarını heçə sayırlar və belə çıxır ki, bunların öz qanunları var, öz qanunlarla işləyirlər. Xahiş edirəm aidiyyatı qurumlardan, bax, bu məhkəməyə kimlər nəzarət edir? Məhkəmə Hüquq Şurası, İnam Kərimov. Bəli, İnam Kərimovdan xahiş edirəm ki, bax, bunu araşdırsınlar. Nə deyə vətəndaşı narahat edirlər haqsız yerə, qanunsuz şəkildə, iddiamın mahiyyəti haqqında heç bir bildirişim olmadan və yaşayış yerim bəlli ola-ola mənim evimə bildiriş göndərmədən nə deyə mənə axtarışa verirlər. Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, həmən bu cinayət işi bunu həmən şəxs qarşı tərəf hal-hazırda mənim icrada, Bərdə rayonunda icrada alacağım var.
və mənim pulumu vermədiyi üçün təbii ki, qanuni şəkildə sutkalığa göndəriblər və Bərdər rayon polis şöbəsindədir həmən şəxs. Məhkəmə qərarı ilə göndərilib. Məhkəmənin qərarı ilə. Neçə sutka həbs? 10 gün. 10 gün hakim ona 10 sutkalıq verdi. Və orada da ona başa saldı, sağ olsun, Bərdər rayonunda hakim xanım idi. Dedi ki, bu pulu ödəməlisən, ədliyyədən də əlimizdə... Təxminən nə qədər məbləğdir? 20 min məbləğdir və onun müəyyən hissəsini ödəyir və müəyyən hissəsini ödəməkdən də boyun qaçırır. 3 aydan, 4 aydan çoxdur ki, biz bir qəpiyin yiyəsi deyilik. Və həmən pulun üstündən bugünkü gündə belə başa düşürəm ki, prokurorluqdur, yəni əməliyyatçı mənə deyir ki, prokurorluq protez verib yenidən. Və belə başa düşürəm ki, həmən məbləğin üstündən mən xətt çəkməliyəm. Bunların dediyinə görə ki, xətt çəkməliyəm ki, bunlar məndən əl çəksinlər. Çünki mənim əlimdə həmən şəxsə qarşı cinayət işi açmaqdan, mənə xüsusi iddianla, cinayət işlərlə yüklüyüblər. Və mənə də deyirlər ki, əgər pulun üstündən bir xətt çəkməsən, başıma oyun açıb üzvədə adam qoyacaq. Nə dərəcə? Mən ölkədən çıxıb getməliyəm. Mənim ölkəmin yiyəsi var. Mən tək deyiləm. Mən dövlətimə güvənirəm, mən qanunlarıma güvənirəm. Bu məmurlar kimə güvənir? Bugün mənim əlimdə qərar var, qətnamə var. Cənab Prezidentimizin Allah milyon dəfə deyirəm, canını sağ eləsin ki, neçə dənə ailələri sevindirir. Nəyə görə Cənab Prezidentimizin qanununa qarşı çıxırlar? Səbəb nədir? Nə vaxta qədər sifarişlə məhkəmələr kimlərinsə sifarişlərini qəbul edəcək? Nə vaxta qədər sifarişlə işləyəcəklər məhkəmələr? Əgər biz bu ölkəyə yararsız insansa, xahiş edirəm dövlət məmurlarından şərait yaratsınlar, mən bu ölkədən çıxıb getmək istəyirəm artıq. Bezmişəm mən artıq. Mən ailədə olan, mənim dövlətdən gəlir yerim yoxdur. Otururlar kresloda, xanım gəl. Xanım nəyə qədər gəlməlidir? Xanım hara gəlmir? Getməyəndə də deyirlər ki, bizə qarşı laqeyd yanaşırsınız dövlət məmurlarına qarşı. Amma məcburam dövlət məmurlarının hər istəyini, hər dedikdə gün haqsız yerə, heç bir işim olmadan mən məcburam dövlət məmurlarının hər qapılarını döyəm. Və üstündə bezmişəm sizin əlinizə. Biz hara gedək? Bu ölkənin yiyəsi var. Anlayın artıq bunu. Sizin qanunlarınız keçməz burada. Bu ölkənin yiyəsi var. Biz cənab prezidentimizə güvənirik. Mən xahiş edirəm bir daha İlham Kərimovdan bu məsələ, aidiyyatı qurumlardan bu məsələni araşdırsınlar ki, mənə nəyə görə axtarış veriblər. Niyə ki, mən pulumu istəyirəm, öz pulumdur mən. Mənim dövlətdən gəlir yerim yoxdur, kimsə gətir mənə pul verməyibdir. Və mənim pulumun üstündən deyirlər ki, xətt çəkin, almayın pulu. Dövlətə keçməlidir o pul. Xeyr olayım, mənim dövlətdən bir qəpik gəlir yerim yoxdur. 3 uşağa baxıram mən, xəstəxanaya baxıram mən. Mən bir dəfə olsun kimisə hansı məmurun qapısını döyməmişəm. Xeyr ola mən hansısa xüsusi iddiamla, cinayət işlərinə yükləyəcəklər, pul alıb qoyacaqlar ciblərinə. Mən də bu günəm gelib kiməsə görə haqsız yerə cəza çəkməliyəm. Və belə deyirlər, vətəndaşı bezdirirlər.